9 3-cü ay 2025-ci il. Baxırıq mı? Birinci sual. Nar, nasıl deyin görəm? Bir kökün altında yazdı. Bax, bir kökün altında yazarıq. Onlar nə? A minus B, A minus B'dir. Onlar A kvadrat, sağ B kvadrat. 121 sıfır 121-dən də çıxsaq 21-ini 10. kök 100 eləyər. Ondan da 10 çıxar, cavab olar cıvən. Ged o birisine salam. Sürət konuş baxar. Əla. Cavab olar. Qızlar, getdik ikinci suala. İkinci suala baxırıq. Yenə, adi müxtəsərdir, amma loqaritmadır. Şolar yazaq da. Müxtəsər matüstuna görə yenə bir dəfə çıxmasını yazıram, bir dəfə toplamasını. Olur nə? 24'ten katılır. Hə, 2. Çıxdım 4 qaldı, topladım 24 elədi, 24-lər getdi. 2-dən 4-ə cavab elədi 2. Asandı mı? Qulaq asırıq, anar yazırıq. Ged o birisinə. Qulaq asaq, salam. Bir buraxmışam. 2 perpendikulyar. 2 perpendikulyar müstəvini birindən 2 cm məsafədə. Bax, perpendikulyar belə müstəvidir. Yəni 90 dərəcəli müstəvidir. Birindən 2 cm, digərindən 4 cm məsafədə yerləşən nöqtədən. Bax, belə bir nöqtədir. Buradan məsafəsi deyil 2-dir. Buradan məsafəsi deyil 4-dür. Bu müstəvilərin kəsmə xəttinə qədər olan məsafəni tap. Bax, bunu istəyirsən. Ora 2-dirsə, bu da 2-dir falezə görə. O 4-dürsə, bu da 4-dür. Paleydiz xəttlər arasında qalan parçalar bərabərdir. Yaxşı, Pifaqor, bəli. Deyirəm ki, bu məsafəni tapmaq üçün digərlərinin kvadratlarını cəmləyək. 16, 20, kök 20, 2 kök 5. Var, cavab oldu nə? Amin. Başa düşürük. Teymur yazırıq, Teymur. Nədir? Ortaq nə var çıxardaq sölə? 5 çıxanda nə qalar? 5 sağ. Deməli, 5 vuraq 5 çığa. Cavab oldu nə bəndi? Oldu, 5 vuraq 5 çığa. Vur başsaq deyini cavabı verir. Get davam elə bursinə. Teymur, qulaq asırıq. Bura daxil, toplu sualdır, baxın inşallah. Bura daxil olan ən böyük və kiçik tam ədədlərin hasilini tap. Topluda bu 4-dən -4-dür və cəmini istəyir, cavab 0-dır. Burada hasilini istəyir 5 və -5-dir. Ən böyüyü nədir? 5, ən kiçiyi -5. Onlar da vur deyir, -25 olur. Asandır. Geç görək. Diagonallar sayı düsturu. Deyin görüm, diagonallar sayı düsturu nə idi? En vura, en sağ 3 bölə 2 bərabər. Enimiz nədir? 9. 9-dan 3-ünü çıxsan, 2-yə bölsən 27, qutardı. Yox, düz yazmadı. Tərslərimiz sayı. Yaxşı, tərsini elədik, düz eləmədik. Deməli, bizə bu diagonalların sayı düsturunu veribdir. En vuraq, n-3 yazır. Biz eni tapmalıyıq. Amma desəydi ki, tərəflərin sayı 9-dur, onda elə olardı. Yaxşı. Bəli, deməli 66-dan danışırıq. N kvadratı sağ 3-ən, sağ 18 bərabərdir 0-a. Köylər nədir? -3-dən 6. Deməli, tərəflərin sayı da mənfi ola bilməyəcəyinə görə müsbəti götürürük, cavab eləyir 6. Çoxlu. Baş şəklinizi də çəkin, rahat alınır. Bir də Venn diaqramı quralım. Elə rəqəmlə daxilinə yazın, geçsin arşalar. Bax, A-sı budur, B-si budur. Bizə nə deyir? A çıxaq B deyir 6-da. A-dan B-ni çıxanda 6 eləyir. B-dən A-nı çıxanda 4 eləyir. Və sözünə bax, deyir, kəsişməsi boş olmayan. Yəni deyir, əli, kəsişmə heç olmasa 1 yaz deyir. Heç olmasa 1. Yəni, boş deyil daha deyir. Birləşməni sorusu. Birləşmə dediyinə görə cəmləyirəm. Bəli, cavab verir nə? 11 variant olur. B bəndi. Boş olmayan sözü verseydi 0 götürərdi.
Bəli, boş olmayan söhbəti olmasaydı, oranı 0 götürəsiydin. Ümumi cavabımızda 10 eləyəsiydi. Salam. Sürətli olaq. Davam eləyək. Baxırıq 68-ə. 2 kürədən birini nəzmi var, su dinanı ki, su. K-dan danışır da aşağılar. Oxşarlığa ait düşən sualın gözəlliyinə bax. Nədir? K-nın kubu deyil, K-nın kubu. 27-dirsə, K-sı nədir? 3. Məndən sahə istəyir, sahə. Sahə nədir? K kvadrat. K kvadratı nədir? 9. Cavab 9, variant 4 mən. Asanı mı? Keç görəm. Danışma. Qulaq asaq. Sinus tək dərəcədən patoloji nə alır? Ən əsini alır. Salam, salam. 69. Baxır. Bax, deməli, mənfi 1 alır, düzdür mü? Bir dənə alır. Ən çoxu da 1 alır. Yaxşı. Hamısını vururam 2-yə, nə edir? Deyin görəm. Mənfi 2, kiçik bərabərdir. A-1 kiçik bərabərdir. 2. Hamısının üzərinə nə gələn fəri? 1. 1 gəldi. Əla. 1 gəldi, 1 gəldi. 2-nin üstə də 1 gəldi. Mənfi 1, 3 cavab olur. B mənfi. Tutardı. Çatır. Tez köçürək. Yenə oxşarlıqdan, yəni də vektora aid sualdır deyək. Paralel köçürmədir. Ekran seçilidir. Acayip. Ha deyir ki, x-in nədirsə üstünə 4 gəl. Bu üstə 4 gələnə nə eləyər? Müsbət 1. Yadında saxla. Y-in deyir nədirsə üstünə 1 gəl. Oldu nə? 1-dən 3. A bəndi. Şifahi. Hə. Güzəldir. Bilmirəm, internetdən tapılma bir vərəqdir. Yaxşı, hə, qrupa mən də göndərmişəm. Yaxşı, Y-in hansı qiymətində ədədi silsilənin ardıcıl hədləri olur. Silsiləyə aid sual. Ədədi silsilədə nə verilir? Ortadakı bərabərdir. Cəminin yarısını. Həndəsi olsaydı, ortadakı kvadratı bərabərdir. Kənardakıların hasilinə olar. Yaxşı. Deyirəm, ortadakı, qulaq, ortadakı bərabərdir. Kənardakıların cəminin yarısını. Görün, uşağı belə incitmək istəmirik. Buna bax, dəyişənim yox oldu. Görürsünüz? Çarpaz vurdum. Heç niyə vururam ki? Topladım, 2-yə böldüm, 2 elədi. Modul olduğuna görə nə arayacağım? Bir dəfə. Bir dəfə işarəni dəyişdim, yazdım. Yaxşı. Y bərabər də alıram 1, Y bərabər də alıram 5. Tutar. Çatır. Bax, deyir ki, deməli, cədvəldəki ədədlərin hansı hissəsi irrasional? Ümumi neçə ədədimiz var? Onu yaz məxrəcə. Məxrəcə yazdı 10. Sürətə irrasionalları yazıram, bax. Görürsünüz? Cütas götürüb bunu da sahibdir. Bax, bir dənə onu saydım. Bir dənə var. Pi var. Neçə dənədir? Tutardı. Cavab oldu nə? 0,4. 49-u niyə irrasional kimi götürək? Düzdürmü? Xeyr. Dövr rasional. İrrasional deyil. Bəli. Ekran seç bir dənə. Qulaq asırıq. Şəkər çuğundurundan asanlı sual. Şəkər çuğundurundan 10 kütləsinin 20% qədər şəkər alınır. 20 ton şəkər çuğundurundan neçə ton şəkər alınır? Deməli, 80 ümumimdir daha. Məndən nə istəyir? Deməli, 80 ümumimdir. Məndən istəyir onun 20%-ni. Sıfırlar gedir. Nə qalır? 16. Tutar. Vallahi 9 ilə müqayisə olmazdı ya. 9 çətin olur bundan. Valla bilmirəm, heç şiirdir belədir. Əvvəl belə deyirdi ki. Yaxşı. Qulaq asırıq. Bax, yuxarıda qaydanı görürsünüz. Tangens kvadratı üstə gələk, birin yerinə nə yaza bilərsən? Görürsünüz, tangens kvadratı üstə gəl, bir gördü, nə edirik də? Nəyə bərabərdir? 1 böl, kosinus kvadratı. Gətirəm yerinə yazmaq. Qulaq asırıq, ana.
Bax 4 Ayşə. Sinisin kvadratı qaldı yerində. Sağ. Bu mötərizəni tulladım, düstura baxın yerinə nə yazıram? Görürsünüz hansı düsturdan danışıram? Sonlanı. Yoxdur, o bir taxtadır. Yaxşı. Bax, bundan danışıram, görürsünüz. Bir istəyən tangent kvadratı nə verdi bizə? Bir bölü kosinüs kvadratı. Deməli, bunun əvəzinə yazdım. 1 böl kosinüsün kvadratı alfa. Buraq, kosinüs kvadratı alfa. Üstəgəl 4 kosinüs kvadratı alfa. Görürsünüz də, valla. Birinci zonanın trigonometriyasına bax, buna bax. Yəni, valla əməlicə fərq var, şolar. Deməli, 4 dənə sinüs kvadratından 4 dənə kosinüs kvadratıdır. 4'ü çıxardıram çölə. Yenə düstura əsasən sinüs kvadratına kosinüs kvadratının cəmi nədir? 1. Yerinə yazıram 1. Sağ. Bunlar da gedib nə qal? 4'dən də birini çıxanda 3. Tutaraq. Sürətli olaq. Qulaq asaq. Ekran seçilidir. Bunun kəsrə bax. Görün birinci zonada belə bir kəsrli bir şey var idi, bir böyük bir şey var idi. Yaxşı. Çətin deyil qətiyyən, sadəcə vaxt aparandır. Ona baxanda ona nisbətən vaxt aparan suallar. Əslində nədir ki, müxtəsərdir, nə bilim, yaş istərəksən müxtəsərlə qruplarına ayrı gedəksən. Bax burada ortaq nə var çıxardıq? X. Yox, x kvadratı. İkisini bir götürək də. X kvadratı. Nə qalır? X çıxardır. Əla. İkisini bir götürək, mənfi nəticələ çıxardaq. 3x. Yaxşı olmur, eləmi? Yaxşı, onda başqa cür qruplaşdıraq. Bax, x kubu çıxaq, biri bir götürək. Hə, onda müxtəsərlə çıxarır. Aha. Sonra bunları da bir götürək. Bunlar nə çıxardıram? Mənfi 3x. Əla, nə qalır? X çıxardır. Əla. Əla. Düşdü aşağı. 2-ni çölə çıxartmışam. X kvadratı çıxar 1. Əla. Böləyin əvəzinə vuraq yazıram. X də belə 1. Yuxarıdakını düstur kimi yığışdırıb aşağıda yazıram. Əla. Yuxarıdakını eləcə yuxarı yazıram. Burada çıxaqdır, burada üstəcələkdir. Əla. Bərabər. Müxtəsəri açacaq. Ondan sonra ortaq vuruq mərcə xaricinə çıxarıb davam edəcək. Valla vaxt aparır, yaxşı olur. Yaxşı. Deməli, nə edir, deyin görəm. X çıxar 1. Sonra x kvadratı çıxar 2. Çıxaq niyə üstəcələr? 1. Sonra Çıxar 3x. X çıxar 1. aşağıda da düstur oldu. Üstə belə çıxar. Ana. Üstə gəlmələr gedər. Nədir? Nə qalır? İndi düzəldəcəm. Yuxarıda ortaq yenə nə var çıxarda? X çıxar 1. Nə qalır? X kvadratı isə x də belə 1 çıxar 3x. Deməli, tələsmə. Bununla bu nə eləyir? 1-dən 3 çıxanda nə qalır? Ay çıxartmayın. Niyə? Çıxartmayın. X çıxartmayın kvadratlarından onlar geçsin, orada müxtəsər alınacaq. X çıxartmayın, mütərizə kvadrat. Tələsmə acidir, bir dənə qulaq as. Bax, bunu çıxartmışam, düzdür. Bunu hesablamışam, üstəcəl 1-də də qalır. Ölçüdür. Yaxşı. Məxrəcdə də bu gözlüyür. Sağ X çıxartmayın. Gözlə görüm Teymur, nə deyirsən? Başa düşmürəm nə deyirsən. Yaxşı. Bu da qalır. Heç nə qalmır orada. Beşə cavab verir, X çıxartmayın, ölçüdür. Bunlar da gedirmi? Yəni, bu da demək çıxar. Qalır bir dənə 2-dədir. İki Hə, Teymur nə deyirsən? De görüm indi. Orada onlar gedərdi. Hə. Bunu ixtisar eləməyi düşünürsən sən? Abi yol. Arif deyir ki, orada da çıxaq var, Arif. Yaxşı, sürətli olan. Xanım işləmişdin özün evdə. Sürətli olan. Danışmayaq. Hə, bax, uyğun tərəflər, paralel və ya perpendikulyar olan uzaqlar ya bir-birinə bərabərdir, ya da biri digərini. Hə, demək, ya bərabərdir, ya da cəmi 180-dir, düzdür mü? Demək, burada baxsan ki, deyir ki, bir digərinin 80%-ni təşkil edir. 80%-ni təşkil edirsə, bərabər deyil. Bərabər deyilsə, niyə yazmırıq? Bərabər deyilsə, demək, cəmi 100. Bax, biri o birinin 80%-ni təşkil edir. Demək, cəmi 100-dür. 180, yaxşı. Hə, cavab 100-dür, hə? Deməli, oldu nə? %180,
180'lər getsə, qaldı nə? 100. Yaxşı, böyük soruşur, cavab 100-dür. Digər nədir onda bən? 80. 80. Biri 100-dür, biri 80-dir. Böyük istəyir bizdən. Böyük də nədir? 100. Ged avırsinə. Atla aşağı elə bir dənə görək. Bax, ortaq nə var çıxardaq? 5. 5. Nə qalır? Deyin görək. 3 vuraq. 5. 5 üstü x vuraq. Mörtəzdə nə? 3. Üstə gəl. 5 üstü nə? 1. O da eşit. Mörtəzdən hesablalıq nə elədim sən? 8. Hər tərəf nəyə böldük? 8'e 208-də böləndə 25. 25. X 2. X-in qüvvətini nə yazırsan ki 25 eləyir? X-in cavabı oldu nə? 2. Qutardı. Cavab oldu 2. Deməli 5x bərabərdir 5-2-yə. Əsaslar eyni olduğuna görə əsasları atdıq. Qüvvətləri bərabərləşdirdik. Gəldik bu birisinə. Qoşma. Nə deyir? Qoşma. Qoşma nədir ki? Keçən səfər də imtahana düşən qoşma idi, amma keçən səfər düşən qoşma nə idi? Bir dənə üstə gələydi, sağ eləyirdin, cavabı alırdın. Bunun qoşmasına bax. Maşallah. Qoşma, i'nin qarşısındakı əmsalın işarəsini dəyiş deməkdir. Amma bilməlisən ki, i kvadratı nəyə bərabərdir? I kvadratı nədir? Mənfi 1. Birinci onunla danışmasın, bir dənə maksimum yuxarı qaldırçana. Bax, nə deyir aşağılar? i üstü 5'i tapmalıyam. i kvadratı yaradıram, bir dənə də kvadratı yaradıram. Bu mənə verdi nə? 4. 4'ü üstünə gələm ki 5 eləsin. i kvadratı nə elədi? Mənf 1'in kvadratı nə elədi? 1'i i'yə vuranda cavab? i. Yaxşı. Deməli, z1'in bərabər imiş 9 sağ x vurulsun i. Düzdür. İndi gedirəm digərindən danışmağa. Mal lazımdır nə? i üstü 35. Yenə mən düzəltməliyəm həmişə i'nin kvadratını. i kvadratı nəyə bərabərdir? Deyin görəm. Aha. Qarada ama qara gəlmiş. Dərdi nədir? Nədir? Kompleksdir. Sən keçmirsən, indi bir-iki günə keçəcəksən. Yaxşı. 17 yazıram. Bir dənə də vuraq. Bax 34 elədi mi Nail? 34 üstünə gəlmə 35 eləsin. 1. Deməli 34 üstə gəl 1. 1 yazılmır da. i kvadratı nə idi? Bilməli olduğumuz sən bir dənə budur. i kvadratı bərabərdir. Mənfi 1. Mənfi 1 üstünə 17 yazanda o mənfi qalar gedər? Qalar. i də yerində qalır. Gəlirəm bura. Deyirəm ki z2 bərabər imiş y çarp 6i. Düzdür mü? Deməli, qoşma o deməkdir ki, i'nin qarşısındakının işarəsini dəyiş. i'nin qarşısında nə var? Mənfi 6. İşarəsini dəyişsən nə olmalıdır? Müsbət 6. X'in yerinə nə yazdım ki, bura müsbət 6 eləsin? Mesela bir cavab 6 idi, axı mən nə səhv yazmadım ki. Deyir, kompleks ədədlər olarsa x və y-in cəmini tap deyir, aşağıda. X və y-in cəmini tap deyir. Yaxşı, x, y-in yerinə nə dayanıqdır? 9. X-in yerinə nə dayanır? Mənfi 6. Onlar da cəmləsəm 3 gedir. Görürsünüz, nə dərəcədə etaplı sualdır. Bax, mən üstü 5'i tapmalıyam, üstü 35'i tapmalıyam. Bu mənim birinci etapım. İkinci etapda gətirib yenə qoymalıyam. Qoşmasını tapmalıyam. Üçüncü etapda onları tərdən cəmləməliyəm. Adi bir şeylər deyək olar, üstəciləri sağ edirsən, sonra toplayırsan. Amma yenə deyirəm, vaxt ilkisidir, valla. Deyəndə qoşma deyirək, qoşma. Bax, bu mənfi 6 deyil, bu müsbət 6 olmalıdır. Mən bura mənfi 6 yazmışım, mənfiyə dərsin, müsbət eləsin. Yaxşı, geç görək. İnşallah yadıma da salarsınız bizə. Ekran seyir. Yaxşı. Badir aktsalında bunun özünə baxın inşallah. Diskriminatla hesablamaq istəyən uşaq gör nə qədər vaxt itirər buna. Özünüz hesablayın görək. Yaxşı. Silim. Badir aktsalında
qulaq as. Hər sıradakı yerlərin sayı, sıraların sayından 8 var çoxdur. Bax, 79. Bax, bir yerlər var belə. Oturacaqlar da, bir də sıralar vardı ki, sıra sayı neçədir. Bax, elə burada neçə sıra var? 4 sıra belə var. Beləsinə də, məsəl üçün, 3 dənə, 12 dənə yerimiz var da, düzdür? Yer sayımız 12-dir, məsəl üçün. Düzdürmü? Deməli, sıra sayımız nə oldu? 4. Ya da yerin birini 2 nəfərdən hesablayası olsa 24 deyilir, yaxşı. 24 dənə yerimiz var, 4 dənə də sıramız var, düzdür? Yaxşı. Onda deyirəm ki, qulaq asın. Bax, biri elə bir A-dır, biri A, gör məndən nə istəyir, fikir ver, sıranı sorutur, məndən az olanı istəyir elə. Yeri mən beləsinə işarə edirəm, bərabərdir, 384, beləsinə yazım. Yaxşı. Bax, məsəl üçün, ya gərək bunu belə fitil istedad olasan, o vurmağını o qədər yaxşı biləsən ki, yəni bu 384-ü o nədir ki, biri digərindən 8 var idi, artıq vuranda 384 elə tapasan, ya da gərək diskriminanta girəsən. Valla, yəni, vaxt aparası bir şey daxil olur. Bax, B kvadrat minus 4AC, fikir versən, getmirəm mən diskriminatla, amma ki, yəni, həqiqətən böyük cavabdır da. Kökləri belə daxil olar, biri 16-dır, 16-ya bölün görün cavab nə edir? 24. Mənfi 24, eləmi? Mənfini də götürməyəcəyinə görə müsbəti götürürsən, get. Amma həqiqətən vaxt işçisidir. Birinci zonaya baxanda bu sualın özü belə vaxt işçisidir. Keç görəm. 80-in özü də sambalı sualdır. Valla, düzdür, H kvadratı bərabər MN-dir deyərsən, topluda da hazır var deyərsən. Amma, yəni bir dərin bilik lazımdır ki, tələb eləyir ki, sən biləsən ki, mən üçbucağın sayəsini tapacağam, 2-yə vuracağam. Ondan sonra düzbucaqlının sayəsini alacağım. Yəni, birinci zonada belə bir sual yox idi artıq. Baxaq. Bax, deyir ki, 80-də ABC-də düzbucaqlısının B təpəsindən adil diagonalına B-in perpendikulyarı çəkilmişdir. Yəni, qısacası deyir, bu HC-dir. Bura deyir, M-dir. AM deyir 9-dur. Bura deyir, N-dir 16-dır. Düzdürmü? Düstur nətərdir? HC kvadratı bərabərdir M-ilə. Yaxşı, HC-nin kvadratı bərabərdir 9 vur 16. HC bərabərdir 3 vur 4. HC bərabərdir 12. Bax, birinci etabım. Düzdürmü? İkinci etaba bax. Təzdən mən deməliyəm ki, düzbucaqlının sayəsini tapmaq üçün üçbucağın sayəsini tapın, onu da vurun 2-yə. Niyə? Çünki bu düzbucaqlı üçbucaq 2 dənə bərabər üçbucağa ayrılır. Düzdür? Deməli, üçbucağın sayı düsturu nədir bə? H bölü 2. Bax, 2 vuraq. Bu 2-ni də unutmamalısan. A'sı nədir bunun? 25. H-ı nədir bunun? 12. Yazmalıyam. A, yəni 25. H, yəni 12. Vuraq, bölək nə? 2. 2-lər gedə, cavab eləyər 300. Həqiqətən etaplı sualdır. Yəni, birinci zonanın funksiyası da belə etap yox idi. Yəni, o 24 cavab almışdır. Yadınıza gəlmi? 3, 4, 5 eğilib, 5 eğilib, 5 2-yə vurmuşduq 10. Sonra obisi nə idi bə? Obisi 7 nəfər tapmışdı. 2 nəfər arasındakı məsafə nə? 3 nəfər idi, yadından çıxdı. Oradan da 7 tapılmışdı, 14 dənəmişdi, toplamışdıq 24 dənəmişdi. Yəni, etap belə yoxdur. Amma burada həqiqətən etaplı suallar vardır. Qulaq as, hələ, yəni ehtimala baxın. Yəni, birinci zonanın ehtimalına baxın, bir də bunun ehtimalına baxın. Əməlli başdır, yəni etap var, vaxt aparan bir şey var. Kəndi qurmalısan, x-i tapmalısan, x-i tapmadan sonra ehtimala girməlisən. Ehtimalda da fərqli bir şey sorulur. Baxın, topluda belə bir sual yoxdur, yəni yeni tipli sualdır. Birinci zonada yeni tipli bir dənə sual yox idi. Yəni, birinci zonada heç bir suala deyilməzdir ki, bu sualdan topluda yoxdur, ya bu işlənilməmiş bu sualdır da. Bir dənə var. Keç görün bir dənə. Hansı? Funksiyanı deyirsən. Bax, burada nə deyir aşağıda? Əskər, baxsan. Qulaq asaq bir dənə. Hikmət nə olub? Kənan baxsınız. Bax, bir 5 manatdır. Bir 10 manatdır, bir də 20 manatdır.
bir şeydən danışır. Deyir, supermarketdə keçirilən uduş kampaniyasında çərçivəsində müştəriyə hər birində 5 manat, 10 manat, 20 manat dəyərində alış-veriş kuponlarına yalnız biri olmaqla 28 zərf təqdim olunur. Yəni, birinci cümlədən nə başa düşdüm? Mən bunların qabağına nəsə bir dəyişən yazacağım. Sonra yazdığım o dəyişənlərin cəmi bərabər olacaq nəyə? 28-ə. Bax, birinci cümlədən onu başa düşdük eləcəm. Sonra, hərəsində bir dənə olmaqla, yalnız biri olmaqla deyil. Başa düşdünmü? Bunların hamısı, yəni cəm 28-ə bərabər. 20 az yeni kuponların sayı 10 az yeni kuponların sayına 2 dəfə azdır. Bax, 20 deyil x-dir, 10 deyil 2x-dir. Sonra 5 az yeni kuponların sayından 16 ədəd azdır. Deyir, bunda 16 ədəd azdır, 20'lik azdır. 5'likdən azdır, 20'lik deyir. Deməli, birinci cümləyə əsasən bilirəm ki, onları cəmləsəm, verər bizə nə? 28'i. Alıram nə? 4x bərabərdir 10, 2, x bərabərdir 3. Gətirim bunları düzəltməliyim. Bax, birinci etabı indi qutarıram. 19, 6, 3. Bu birinci etabı. Cümlənin özü belə, yəni vaxtı aparır, düzdürmü? Başa düşəmək lazımdır buna. Cümlə görün nə azındır. Yenə deyirəm, inşallah qətiyyən çətin suallar deyil. Hamısı standart, adi, həqiqətən toplumun dibinə belə enməsən, 50% tapşırıqlarını işləmiş olsan belə yazacağın suallardır. Şiirdir, buraxılış həqiqətən sudur. Sadəcə mən birinci zona ilə müqayisədən danışıram. Nə qaracaq indi? Deyin görəm, davamına baxırıq. Deyir, müştərinin təsadüfən seçdiyi 2 zərf. Və bu 2 sözünü görən kimi deyirəm, mütləq nəylə gedəcək? Kombinizonla gedəcək. Sonra yazıram, ehtimal bərabər. Mən 28 dənəsindən ikisini seçəcəm. Bu mənimdir. Mümkün hallarımı sayın. Yaxşı. İndi istəyirəm ki, ümumilikdə 30 az yayın eləsin. Hansıları götürüm ki, toplayanda 30 eləsin? 5, 15, 20'dir. Ondan, o 20. Yaxşı. Onda deyirəm ki, seçdiyim bir dənə, 20 dənədən bir dənə olsun. 20 dənə neçə dənədir? 3 dənə. 3 dənədən bir dənə olsun. Seçdiyim digər bir dənə də 10 manatlıq olsun. Yəni 6 dənədən bir dənə olsun. Çatır? Bərabərdir. Gedib bunları təzdən bir-bir hesablamaq lazımdır. Bunun onsuz da bir cavabı nədir? Bunun cavabı nədir? Yazdım yerinə. 3 vur 6. Sonra bunu hesablayın görəm. Nə ilə çıxanda? Yuxarıda nə qalır? 14 vur 27. Yaxşı, yazıram. 14 vur 27. Heç sabah vurmağa çalışmayın. İxtisar eylin balacalansın. Bax, deməli, 3 varda var, 3 burada var. Bu, elə bir 9'a bölmüşəm, 3 qalıbdır. Məxrəcdə qalıb bir dənə 3. 14 ilə 2 də qaçır, nə qalır? 21'də 1. Tamam, cavab elədir? 21'də 1. Çatır? Başa düşdük. Ehtimal ümumiyyətcə tənliklə qarşında biraz uzanır misal. Geç görək. Çevrənin özü belə. Geçəkcə sualdır yəni. Silin. Silin aşıqlar. Yazmışsınız abi. Bax, çevrəli. Yadınıza gəlirmi? Mən hər dəfə çevrədə bu tip bir sual düşəndə isbatdan danışırdım. Deyirdim, bunu isbat eləyək. Sonra hər dəfə bir də isbatdan danışmayaq da əzbər bilək. Biz qaydamız nə idi? Deyirdik ki, belə toxunan olanda, deyirdik ki, mərkəzlə birləşdirəndə toxunan radius nə əmələ gətirir? 90 dərəcəli bucağı əmələ gətirir. Sonra deyirdik ki, mərkəzi bucaq, qövsə bərabərdir, düzdürmü? Sonra deyirdik ki, burada əmələ gələn neçə bucaqlıdır? 4. 4 bucaqlının daxili bucaqların cəmi nədir? 360. Yaxşı, 90-90 bu vardırsa, burayla, beta-ilə, alfanın cəmi nə verməlidir? Niyə? Çünki 4 bucaqlının daxili bucaqların cəmi 360'dır. Başa düşürük bura qədər?
Yəni bunu isbat edirdik hər dəfə. Sonra gedirdik misallarda əzbər deyirdik ki, bura ilə buranın cəmi həmişə nədir? 180. Əslində bu da odur. Sadəcə yenə uşaq qaydanı bilməlidir ki, onu yazmağı bacararsan. Bax, indi buna bax. Buranı veribdi nə? 40. Düzdür? Yaxşı. Sən də bilsən ki, radiusuna toxuma nə belə gətirir? Şubucağın daxil bucaqların cəmi nədir? 90-40 hesablanan olsa, 50 üstünə nə gəlir 180 edərsən? 130. En bərabərdir 130. Yenə, bax, bu isbatı bilməlisən, bu qaydanı bilməlisən, ən azından çıxarış eləməlisən ki, bunu yazmağı bacarasan. Başa düşdür? Cavab oldu nə? 130. Ged o birisinə. Yenə, baxın bir dənə birinci zonanın çox üzlüsünə, çox uzaqlısına. Yox, çox üzlü, çox üzlü. İndi buna bax. Bax, piramida da aşağılar. Nə çıxmışdı orada? Silindirin, kürənin əzmi. Bir də yan səhvlərin hər. Kürənin əzmi deyəsən çıxmışdı. Hə, o fırlanma cisimdir. Daha o birisi nə idi də? Yan səhvlərin sahəsi. Hə, neysə, nə? Şizman yan səhvlərin sahəsi. Yox, silindirdə o fırlanmaya aiddir. Yaxşı, bu da çətin dövrü dediyim kimi. Sadəcə ondan fərqi var. Birlə normalca fərqi var. Bax, nə də aşağılar? Deyir düzgün. Baba, bu düzgün sözünü əsgər götürürəm. Düzgün dörd bucaqlı nədir ki, əsgər? Deməli, bütün tərəflər nədir? Yaxşı. A kvadratımız 100-dür, soturacağın sayəsi. A'sı nəymiş? A'sı 10. Açılış şəklinə verilmişdir. Düzgün piramidanın tam səthinin sayəsi 360-dır. Bax, birinci etabı keçdimi? İndi tam səthinin sayəsindən danışır. Tam səthinin sayəsi nədir piramidanın? S tam bərabərdir. Bu piramidadır. Piramidanın ki, S oturacaqdır, S oturacaq. Üstə gələk, yan səthinin sahəsidir. S yandır, düzdür? Bax, deməli, S tam bərabərdir. Əzbərləmsən qətiyyən. Kvadratdır deyə deyirəm, A kvadratı olsa. Sonra, şubuzan sayı düsturu nətər idi? Deyin görüm. AH bölə 2. Amma, bu AH bölə 2-dən də neçə dənə var burada? Ona görə bir dənə vurmalıyam nəyə? 1 dənə 4-ə vurmalıyam. İçində düsturum belə olur. A kvadrat, üstə gələk 2AH, düzdürmü? Gəlib istəyirsiniz belə tənlik kimi gedək. Daha cavabı 360-dır. 360-dır, bəli. A-nı da bilirəm 10-dur. Gətirib yerinə atıram. 10-un kvadratı, 2 vuraq 10, H. 360. 10-un kvadratı elədir 100. 360-dan çıxdım 100-ünü. 260-ı böldüm 20-yə. 360-ı böldüm. Gözdə danışacaq. Bu H var, yanızın hündürü, o da. Gözdə görüm. H da bərabərdir nəyə? Nəysə səhv yazdım. 360-dan 100-ünü çıxmışam. 260 böləndə də 10. Bax, Ayşə. Apofen yanızın hündürlüyüdür. Apofen məncə yox. Məncə yox. Adamın saçları Yox, o apofen sözü sadə bir şeydir. Apofenlik bir şey yox. Prosta etap var şolar. Birinci zonada bu etaplar yox idi. Bax, birinci etap mən şubucağın oturacağın sayəsində görə tərəf tapdım. İkinci etap tam səthinin sayəsinin düsturunu bilməliyəm. Yerinə qoyub A-nı H-ı tapmalıyam. Yəni, biraz etaplı, vaxt aparan, böyük rəqəmlərdir, vaxt dişçisidir. Çətin deyil qətiyyən, sadə bir şeylərdir. Sadəcə vaxt dişçisi var. Ged o birisinə. 84. 84 nə deyir? Bu 84 çox rahatdır, asancadır. Elə misalın özündə də görən kimi deyirsən ki, söhbət sistem tənlikdən gedir. Görsünüz də bayaqdan hələ ki sistemlə danışmamışıq. Sistemi gətirib açıq suala saldıqlar. Bax, nə deyir? Baxın bir dənə. Cədvəldə bir qrupdakı tələbələrin boylarının uzunluqlarına görə sayılar haqqında məlumat verilmişdir. Bir qrupda boyu 170-dən çox olan oğlanların sayını tap. 170-dən çox olsun və oğlan olsun. Bax, mən dərdim onu tapmaq. Və cədvəldən görürəm, nə dəli? 3x-dən y-in cəmi normaldır. 21. Sonra x-dən 17-in cəmi 17. səhv dedim. Hə. Deməli, x-dən 2y-in cəmi olmalıdır 17. Çünki özü deyir ki, cəm 17-dir, cəm 21-dir. Aydındır. Yaxşı.
Dərdimiz Y-i tapmaqdırsa, aşağını 3-ə vuraq, 3x olsun, 6y olsun, 3-ə vurmuşam 51 olsun. Bununla bunun tərəf-tərəfə nə varım? Çıxın. Aşağıdan yuxarını çıxaq. Deməli, bundan bunu çıxdım, getdi 6-dan 1-ni çıxdım, qaldı 5y bərabər. 51-dən 21 çıxmışıq. 30-da 5-ə böldüm, 6 ilə. Amma qutarmamışım. Məndən 2y soruşur. 2 vur 6, 12. 12 eləyir, indi qutarır. Başa düşdük. Satırı Teymur. Yaz görəyəm. Gəldik sonuncu suala. Bax, bu tipli sual 2019-cu ildə 9-ların koronadan əvvəl 9-lara bir dənə 10 dənə açıq sual düşübdü. Bax, onlara düşmüş bir sualdır. Sadəcə orada iminli belə sahə istəmirdi da, perimetr istəmirdi. Sadəcə şəkli çəkbur deyildi. Burada həm şəkli çəkbur, həm də perimetri taplayır əlavə olaraq. Silə bilərəm. Bax, yenə etaplara baxın. Birinci zonada funksiya sualı, yenə axırıncı sualı idi. Sadəcə dediyim kimi, rahatca şifahi tapırdın. 5-i tapırdın, 2-yə vururdun, 7-ni tapırdın, 2-yə vururdun. Onun üstünə 14 gəlirdin, 24 eləyirdi, qutarırdı. Yəni, misala baxanda belə bunu görə bilirdin. Amma buna misala baxanda görə bilsənmi, valla görəmsən, yəni müşqə işlətməsən, mümkün deyil bunu yazmaq. Ben yığışdırmalıyam. Kvadrat yaradın görürəm. Üstənə gəlmə müxtəsər olsun. 16. Üstənə gəlmə 18 olsun. Yığışdır görürəm. X saat 4'ün kvadratı. Elə y bərabərdir yazaq da. X saat 4'ün kvadratı üstə gələ 2. Manalı düsturu deyin. Mının yerine ne dayanır? 4. Mının yerine ne dayanır? 2. Parabolanın təpə nöqtəsinin mısı nəymiş? Sən belə elə. Qoy sözlərini oxuyaq, sonra bir dənə yuxarı qaldırarsan, şəkil yuxarı dolar. Bax, deyir ki, AM-in nöqtəsi x kvadrat sağ 8x üstə gələk 18 funksiyasının uyğun parabolanın təpə nöqtəsidir. Bu funksiyanın qrafikinin apsis oxuna, koordinat başlanğıcına və ordinat oxuna nəzərən simmetrik çevrilmələrindən alınan parabolaların təpə nöqtələri uyğun olaraq BCD nöqtələridir. ABCD dörd bucaqlısın, perimetrini tap, etap sayına baxın. Nöqtəsərə görə yığmalıyam. Mınının düsturunu yazmalıyam, təpə nöqtəsini tapmalıyam. Təpə nöqtəsini tapandan sonra x-ə nəzərən simmetrik, y-ə nəzərən simmetrik, koordinat oxuna nəzərən simmetrik çevirməliyəm. O nöqtələri qurandan sonra düzbucaqlı çəkməliyəm. Düzbucaqlı çəkəndən sonra birləşdirib tərəfləri tapmalıyam. Tərəfləri tapandan sonra perimetr tapmalıyam. Etap sayının dərəcəsinə baxın, valla vaxt ikisidir uşaqlar. Birinci zonadakı belə deyil. Azca kağıt üç bir dənə onu fırlayaq. Məzar. Baxsan. Qalx, qoy, şəkildən başqa işinə görməyim. Deyəm. Bax, deməli, m-nın cavabı deyilsən nədir? 4. N-nın cavabı deyilsən 2. Bax, x-ə nəzərən simmetrik çevirirəm, ya y-ə. Y cüzgüdürsə, bax, A nöqtəsi cüzgüyə baxanda özünü buralarda görərmi? Bəli. Deməli, bu oldu y-ə nəzərən çevirmə. Y-ə nəzərən çevirəndə, bunun koordinatları nə idi ki? 4-lə 2. Y-ə nəzərən simmetrik çevirmişəm deyə olub nə? 2-lə 4. Y olduğu kimi qalıb, x işarəsini dəyişir. Qayda örgənmişik ki, y nəzərən olanda y qalır, x işarəsini dəyişir. Sonra, bunun adı nədir? X oxuna nəzərən simmetrik çevirəndə, deməli, bu əslində bunun koordinat başlanğıcına nəzərən çevrilmiş formasıdır da. Koordinat başlanğıcına nəzərən çevirirəm elə bil. Ya da nə bilim 0-0 da yaza bilərsən. Yaxşı. Bu koordinat başlanğıcına nəzərən çevrilibdirsə, ikisi də işarəsini dəyişir. Olub mənfidir? Mənfi 2. Yaxşı. İndi bu x-ə nəzərən simmetrikdir. Bax, nöqtə, x-ə, güzgüyə, nöqtə, güzgüyə baxdı, özünü buralarda gördü, düzdür? Yaxşı. Deməli, deyirəm ki, x-ə nəzərən simmetrik olanda x qalır. X qalır. Y işarəsini dəyişir. Tutar. Bu nöqtələri qurandan sonra cavab. Bax, nöqtələri birləşdirməlisən. Düzbucaqlı almalısan. Düzbucaqlı alandan sonra arasındakı məsafəyə görə hərəkət edirsən. Bax, bu məsafəmiz nədir deyirsən? Bura 2-dir deyirsən, daha mənfi 2-dir deyirsən.
Bura 4, bura -4-dür deyirsən, düzdürmü? Mən -4-dən 4-ə qədər məsafə nədir? Və bilməlisən ki, məsafə anlayışı müsbət anlayışdır, mənfi ola bilməz. Nə yazım? 8 yazım. Deməli, buradan bura qədər olan məsafəmiz? 8. İndi bu məsafədən danışıram. -2-dən 2-yə qədər məsafəmiz? 4. Yaxşı. Perimetr deyir ki, tərəfləri cəmlə 2-yə vur. Topladım, 12 2-yə vurdum. 24. Birinci zonada da cavab 24 idi. Burada da cavab 24 lazım. Hə, yəni uzundur da. Qutardıq bu qədər.